Vaxtınız xeyirli olsun. Bu günləri biz sizinlə 17-ci ay 2021-ci il qəbuluna baxacağıq. Əvvəl baxıram mən sizinlə 31-ci sualımıza. İstilik deyir çıxarılandan sonra. Demişik ki, istilik mü deməkdir. Yəni mü çıxarsam mü nə qaracaq, azalacaq. Demişik bizdən enerji növə sel istəyib, getdik. Demişik ki, sel fi nəyə bərabərdir? Eliyəm. İğni açıram u bölünsün r kimi. Gördüyümüz kimi bu sabitdir və bizə fikir verirsə r verilib. Bu da sabit qalacaq. Çünki istilik çıxaran zaman r dəyişməz. Qaldı buradakı elimiz bizim. Demişik r nəyə bərabərdir? Mü 0, n üstü 2 vurulsun s bölünsün balaca ilə. R ilə mü düz asılıdır. Çıxarsam mü azaldığından r nə qaracaq? Azalacaq. Deməli nə qaracaq? Fi də azalmalıdır. Qaldı enerjimiz. Enerji bəs nəyə bərabərdir? L i üstü 2 bölünsün nəyə? 2-yə. I dəyişmir çünki dedik ki, bayaqları i bərabərdir o bölünsün nerdən? Nə o, nə yer dəyişmədiyindən i dəyişməz. Onun üçün də enerjimizin L düz asılı olmalıdır. L azaldığından enerji neyəcək? Azalacaq. Doğru cavab hər ikisi azalmalıdır. Digər suala baxacağım. Baxıram bizə verilən temperatur neçə dərəcəyə bərabərdir? 27 dərəcəyə. Çevrə kelvinə olacaq 300 kelvin. Böyüyəm gördüyümüz kimi bizə verilib 18 vur 10 üstü mənfi üstü. R 8 verilib. Müsbətlik 60% verilib. Və sualda bizdən parsial təzyiq istəyib. Yəni bizdən sualda P istənilir. Demişəm ki, havada olan buxar doymayan buxardan. Gördüyümüz kimi doyan buxarın da sıxlığı bizə verilib. Yəni ρ0 neçə verilib? 3 vurulsun 10 üstü mənfi 2. Demişik ki, əvvəlcə bizdən P-ni istəyir. Rho nəyə bərabərdir? MP bölünsün RT-yə. Çünki bizə R verilib, P verilibsə, T verilibsə, mən bunu yazmalıyam. Deyir, tap P-ni tapaq da. P nəyə vurulacaq? M-ə. R bəs nəyə vurulacaq? Rho RT-yə. Bunu həll eləmək üçün bizə rho lazımdır. Amma baxıram ki, mənə rho yox, nə verilib? Verilən rho 0-dır. Demişik, fi bərabərdir rho bölünsün rho 0 vurulsun 100%-dən. Tapacam rho'muzu. Rho neçəyə vurulacaq? 100-ə. Fi nəyə vurulacaq? Rho 0. Fi neçə faiz verilib? 50% verilib. Rho 0 neçə verilib? 3 vur 10 üstü mənfi 2. Bu da 100 verilib. Cavab olacaq burada. 1/5 vur 10 üstü mənfi 2. Yerinə qoyaq indi. Rho bizə verilib artıq. 1/5 vur 10 üstü mənfi 2 düşərlər. R 8 verilib. T 300 verilib. Kütləmi isə gördüyümüz kimi 18 vur 10 üstü mənfi 3 verilib. Bunu həll eləsəm, deməli 18-i bölsəm 2-yə 9 qalacaq. Burada 4 qalacaq. 4-ü vursam 1/5-ə yuxarıda 6 eləyəcək. 6-nı vursam 300-ə olacaq 1800. 9-a bölsəm cavab olacaq 200. Vurulsun 10 üstü 3. Bu yuxarı qalxanda olacaq 10 üstü 3. Cavab 2 vur 10 üstü 5 olacaq. Yəni doğru cavab olacaq 2. Bir saniyə. Burada 10 üstü mənfi 2 də var. Yaddan çıxarmışam onu. Cavab 2 vur 10 üstü 3 çıxacaq. 200 vurulsun 10 üstü 1. Cavab 2 vur 10 üstü 3. Yəni 2 kilopaskal. Bir dənə şey bilin ki, uşaqlar. Əgər bizə qab deyirsə, qab varsa, bilin ki, həmişə həzm sabit qalmalıdır. Əgər qabın ağzı bağlı olsa, M də sabit qalacaq. Qabın ağzı açıq olsa, M azalacaq. Molekulların sayı azalacaq. Qabın ağzı bağlı olduğundan burada həzm dəyişməz. Cavab olacaq 30 litrə. Qabın ağzı açıqda olsaydı yenə fərqləməz. Həzm dəyişməyəcəkdir. Dəyişən bir dənə burada kütləmizdir. Qabdan havanın yarısı buraxılırsa, artıq kütlə bizdə 2 dəfə azalacaq. 34-cü suala baxıram. Fikir versəm, gəlin düşünək əvvəlcə. Burada deyək ki, məsələn üçün, bunların hər birinin kütləsi var. Kütlələri bərabər sayıram. Kütlə varsa nə meydana çıxmalıdır? Enerji ağırlığı meydana çıxmalıdır.
Bu müsbət lövhə mənfini cəzb edəcək, aşağı doğru F meydinə çıxacaq. Deməli, T1 birinci halda bizdə uşaqlar F ilə MC-nin cəmi olmalıdır. Baxıram T2-yə. Kütləsi varsayanda MC ağırlığı meydinə çıxmalıdır. Müsbət lövhə neynəyəcək? Müsbəti itələyəcək. F yuxarı tərəfi oldu. Deməli, T2 və F-in cəmi MC imiş. Tapsam T2-ni buradan mən nə alacam? MC çıxılsın F almalıyım. Bu əla. Bu toxundurmazın əvvəlki halımızdır. Deyək, neynəyək? 2 dənə kürəmizim, buraya yazıram, əvvəlki haldır bu. Bunları toxunduran zaman toplayıb 2-yə böləcəm, çünki eyni kürə deyib. Yəni, ölçü bərabərdir. Toxundurandan sonra son yük bizdə nəyə bərabərdir? Q1 ilə Q2-nin cəminin yarısına. Mənfi ilə müsbətən cəmi eləyəcək. 0, cavab 0 oldu. Yəni, bunlar toxunandan sonra artıq burada yük qalmayacaq. Yük qalmadığından da uşaqlar burada artıq. İşimiz dəyişməlidir. Aha, Q1-də 0 oldu. Bu da 0 oldu, bu da 0 oldu. Yük olmadığından artıq burada itirəmə qüvvəsi meydinə çıxmayacaq uşaqlar. Daha burada yük yoxdur. Yük 0-dır. Ona görə boş burada ağırlıq qüvvəsi meydinə çıxacaq. T1 deməli nə olmalıdır da bu halda? MC-yə bərabərdir. T2 də nəyə bərabərdir gördüyümüz kimi uşaqlar MC-yə bərabərdir. Hər ikisi MC olduğundan deməli nə baş verəcək? Əvvəl baxıram, gəl özümüzdən qiymət verək. MC-yə məsələn özümdən bir 50 deyəcəm uşaqlar. F-ə isə 10 deyəcəm. Əvvəl baxıram T1 neçə olmuşdu? 60. İndi mən neçə oldu? Boş MC qalıb. Neçə oldu yəni? 50. Deməli T1 azaldı. T2-yə baxacam. Əvvəl MC minus F idi. MC-miz bizim 50-dir uşaqlar, F-də 10-dur. Çıxsam cavab neçə olmalıdır? 40 eləyəcək. İndi mən neçə qaldı? Boş MC qaldı. 50 qaldı. Deməli T1 baxıram 60-dan düşdü 50-yə azaldı. T2 40-dan qalxdı 50-yə artdı. T1 azalar, T2 artar. Davam edək. 35-ə baxacam. Demişəm ki, bizim işıq şüamızın prizmaya düşməsinin nəticəsində işıq şüası sınıb 7 rəngə ayrılmalıdır. Bu adlanacaq işığın dispersiyası. Və yuxarıdan işığı gəldikcə gördüyümüz kimi sınma artır. Yəni fikir versəm 2 daha çox sınıb. Onun üçün da N2 N1-dən böyükdür. Demişik ki, lambda və n də tərs asılı olduğundan uşaqlar lambda 2 lambda 1-dən kiçik olmalıdır. Doğru cavab lambda 1 daha böyükdür, n2 daha böyükdür. 36. Fokusu bizə 40 sant verilib. Yazdım onda böyük 40 sant imiş. Onda 4 metr olmalıdır. Baxıram xəyalın ölçüsünə 4 dəfə sildilib gördüyümüz kimi. Demişəm ki, F böl deyirəm. Aldım ki, buradan mən balaca F 4 dənə deymiş. Deyir tapçısından onun xəyalına məsafəsini düşünək. Bu nə idi? Cisim, linza, xəyal. Cisimdən linza olan məsafə nə adlanmalıdır? Linzamızdan xəyalı F-dir. Onda baxıram, bax, bu məsafə nə adlanacaq? Cisimdən linzanın cəmi olacaq. Yəni, D plus F adlanacaq. Bəs sualda bizdən bunu istəyir. Getdi indi. Toplayıcı linza olduğuna görə uşaqlar, düstur necə olmalıdır? 1 bölünsün böyük bərabərdir, 1 bölünsün D. F müsbətdir. Xəyal necə alınıb? Həqiqi olduğundan balaca F də müsbətdir. İndi mən D-nin yerini, F-in yerini 4 deyə qoyacam. 1 bölünsün D plus 1 bölünsün 4-dən D. 4D orta məxrəci olduğundan D-yə bölsəm 4 plus 1. Yəni cavab 5 bölünsün 4D qalacaq. Bunu tərs çevirsəm artıq. F bərabər nə alacam? 4D bölünsün nəyə? 5-ə. Bizə fikir versəm, fokus onsuz da verilib. Neçə olmalıdır? 0,4 olmalıdır. 4D bərabərdir, buradan 2 aldım. D neçə olacaq? 15. D 15 olduğunu biləndən sonra F 4 idi axı. 4-ə vuracam 15-ə, alacam cavabım 2. Deməli, F-imiz 2-dir. D 15-dirsə, bunların cəmi neçə olmalıdır? 2,5. Doğru cavab D bəndir. Səthin vahidini istəyib F bərabərdir KX-dən uşaqlar. K nəyə bərabərdir? F bölü X-ə.
Newton bölünsün metr. Bunu da açmaq lazım olsa, açılır Newtonumuz. Kiloqram bölünsün metr. Böl saniyə üstü kvadrat var metrə. Getdi ixtisar, bu cavabımızı almış olduq. 38-ə baxacam indi. Nə baş verməlidir bu halda? Demək, bir dənə şey bilin ki, uşaqlar. Həm bərabər yavaşlayanda, həm də bərabər sürətli hərəkətdə. Hər ikisində V0 sıfırdan fərqli olmalıdır. Çünki yavaşlayanda gərək bir qiymət olsun ki, bu qiymət azalmağa başlamış olsun. Onun üçün V0 gərək bir qiymətə malik olsun ki, başlanğıc sürət yavaş-yavaş son sürət azalmağa doğru getsin. Yəni bu yavaşmış sayılsın. Qaldı bərabər sürətli hərəkətdə. Demişik, burada sürət dəyişmir. Əgər başlanğıc sürət 0 olmuş olsaydı, deməli son da 0 olacaqdı. Əgər sürət 0 olacaqsa, deməli burada hərəkət yoxdur. Onun üçün də burada uşaqlar V0 da 0-dan fərqli olmalıdır. Amma yeniləşən demiş hərəkətdə isə, məsələn, boş yazıram, V bərabərdə AT-yəm. Bu yeniləşən A müsbət oldu ki, soxu istiqamətli yeniləşən. Onun üçün də 1 ilə 2-də həmişə V0 0-dan fərqli olmalıdır. EHQ-nın bizdən induktivliyini istəyib, epsilon nəyə bərabərdir? L vurulsun delta-i bölünsün T dəyişməsinə. Delta-i böl T gördüyümüz kimi bizə verilib 10/5-dir. Epsilon 2 milli. 2 vurulsun 10 üstü -3 bərabərdir. L vurulsun 10/5. L tapsam buradan 4 vur 10 üstü -3 almış oluram. Yəni 4 millimetr alacam. Sual baxıram 40. Riyazi rəqqas deyib, sən nö bərabərdir 1 bölünsün 2pi. Kök altda J bölünsün əldə. Nö və L tərs asılı olmalıdır. Nö nə J isə düz kök altı asılı olmalıdır. Demişiz, nö, T və omega amplituddan, zamandan asılı deyirlər. Onun üçün də dəyişməz. Doğru cavab 2, 4, 6 olacaq. 41. Demişik, U qrafikin başlanğıc qiyməti epsilon adlanmalıdır. Epsilon bizə verilib 30-dur. Baxıram, emək uyğun qiymətsə artıq hər hansı o qiymətinə malikdir. Bu, yəni 5 olacaq. Qrafikin bitdiyi yer sayılanacaq, qısa qapanma cərəyanı uşaqlar. Bu neçə verilib, 10 verilib. Epsilon bölünsün balaca yer deməkdir. 30-u burada yerinə qoysam, 30 bölünsün balaca yer. R də buradan biz 3 tapmış olduq. Bizdən sualda xarici müqavimət soruşulub. Getdik, bundan istifadə edəcəm. O nəyə bərabərdir? Epsilon vurulsan böyük yer, böl R-dən kiçik yerin cəmi. O bizə 5 verilib, epsilon bizə 30 verilib. Böyük yer neçə olduğunu bilmirik, böl böyüyünüz böyük yer, plus kiçik yer, yəni 3. 5-i vuracam R plus 3-ə. Aldığım cavab 30 yerdir. R plus 3 deməli gördüyümüz kimi 6 yerdirsə, 5 yer bərabər 3 olacaq. R neçə olacaq? 10/6. Doğru cavaba 42-yə baxıram. İdeal qaz deyirsə, deməli bu artıq doymayan buxardan. Demiş ki, doymayan buxarda rho nəyə bərabərdir? MP bölünsün RT-yə. Rho azalması üstünə baş verməlidir. Birinci halda P sabit qalmalıdır və T artmalıdır. Baxıram, P sabit qalıb T artanda, artan hissə bizdə 1-2 hissəsidir. Digər halsa, T sabit qalmalıdır, P azalmalıdır. T'dən çıxan və P azalan ox gördüyümüz kimi 1,6-dır. Doğru cavab C. Baxıram, sual 43-ə, mənfi tərəf müsbət neyin yer cəzb edir? F deməli sual tərəfdir. Baxıram, bizim müsbət yükümüz neyin yer? Bu mənfiyə yaxınlaşmağa başlayıb. Burada məsafə azalır. Məsafə azalacaqsa, axı demişik, qüvvə F1 bölünsün R üstü 2-dir. F niyə tərs asılıdır? Məsafə azaldığından qüvvə artır. Qüvvə artdığından təcil neyniyəcək artacaq. Onun üçün bax, bu adlanacaq artan təcillə yeyinləşən. Yeyinləşdiyindən uşaqlar, burada iş müsbətdir. İş müsbətdirsə, kinetik enerji neyniyəcək? Artar, potensialsa azalacaq. İkinci baxıram digər hala. Mənfi tərəf müsbəti cəzb edəcək. F ilə V əks oldu. Deməli, bu yavaşlayandır. Yavaşlayandırsa iş mənfidir. Onda YK azalacaq. Potensial enerjimiz isə artacaq. Burada baxıram, bizim müsbət yükümüz V sağa tərəf olduğundan
mənfi yükümüzdən kənarlaşmağa çalışır. Yəni V sağa tərəf olduğundan məsafə artır. Məsafə artanda qüvvə nə edəcək? Azalacaq. A da azalacaq. Onun üçün bu adlanacaq azalan təcillə yavaşayan. Getdik onda. Birinci bənd potensial dəyişir. Bəli, birində azalıb, digərində artıb. Bu ikisinə aiddir. Qüvvə artır deyib. Baxaq. Bu hansına aiddir? Birinci aid olacaq. Qüvvə sol tərəfə yönəlib. Hər ikisində qüvvə sol tərəfə yönəlib. İş müsbətdir. Hansında? Birincidə. İş mənfidir. İkincidə. 2, 4, 1, 3, 5. Doğru cavab Y bəndi. 44 demişik ki, ciddi maksimal hündürlüyə qalxdığı vaxt uşaqlar dayanmalıdır. Dayansa V0 olmalıdır. Deməli, bax, bu onda bizim qalxmağımızdır. T qalxma üstü. T qalxma demişik nəyə bərabərdir? V0 bölünsün J'yə. Bizə 3 bunu verib, V0 bilinmir, J də 10'dursa, tapsam buradan mən V0'ımızı 30 almış olurum. Doğru cavab D. Sual baxacam 45'ə. Demişik, bax, bu gərginlik adlanacaq saxlayıcı gərginlik. Mənfini nəzərə almırsan 2'dir. Bizə verilib Y fotonun enerjisi 6-8 vurulsun 10 üstü mənfi 19 joule. Deyir, tap çıxış işin qiymətini. Y foton demişəm nəyə bərabərdir? A çıxışla kinetikin cəmini. Onda açıram Y bu kimi. Tap A çıxışı buradan. Nə aldım? Y foton çıxılsın nəyə Y uya? Bu bizə verilib 6-8 vurulsun 10 üstü mənfi 19'dur. Çıxılsın. Y nəsə verilib? 1.6 var 10 üstü mənfi 19. Bu nəsə verilib 2. 6-8 vurulsun 10 üstü mənfi 19. Çıxılsın üst sonda 2 vurulsun 10 üstü mənfi 19. Cavab oldu üst 16 var 10 üstü mənfi 19. Yəni doğru cavab B bəndin. QVB nə adlanmalıdır? Qüvvə F bölünmə nəyə veriləcək? Təcili. Doğru cavab da bəndim. Qaldı qazın gördüyü işlər uşaqlar. Demişik ki, əgər bizim fırlama istiqamətimiz saat əqrəbi istiqamətində olacaqsa, qazın gördüyü iş müsbətdir. Baxıram, hər ikisi fırlanıb saat əqrəbi ilə istiqamətdir. Onun üçün işlər müsbətdir. Əvvəl tapacam birincinin gördüyü işi. Tap fiqurun sahəsini. Bura neçəyə bərabərdir? 1 ilə 6 arasında 5'dir. Bura neçəyə baxıram bərabərdir? 1 ilə 5 arasında 4'dür. Vur 2'yə. Bu oldu 10. Fiqur üstbucaq olduğundan belə tapılacaq sahəsi. İkincidən baxıram fiqurun sahəsinə. Bura 6, 8 verilib. Bura 2 oldu. Bu tərəf 2, bu tərəf 6 verilib. 4 oldu. Böldüm 2'yə, aldım cavabı 4. A1'i A2'yə böldüyüb. Onu bölsəm 4'ə doğru cavab olacaq 2,5. 48'ə baxacam uşaqlar. Demişəm, qayışla bağlamalıdır. Disk üçün, bunlar disk gördüyümüz kimi, disk üçün N, T və omega sabitdir. Omega 1 ilə omega 2 deməli bərabərdirlər. Disk eyni olduğundan bunlar da omega sabit qalacaq. Demişəm ki, deməli omega 1 ilə omega 2 bərabər olduğunu bildik. Qaldı 2 ilə 3 müqayisə etməyimiz. 1 ilə 3 müqayisə olunmur, çünki bunlar bir-birinə bağlanmayıblar. 2 ilə 3 qayışla bağlandığına görə qayışlı ötürməyə aid olan qaydalarımız keçərli olmalıdır. Qayışla bağlanmalıdır. Biz demişik ki, T V düz asılıdır. Qalanlara N, böyüyən A, omega isə R ilə tərs asılı olmalıdır. Onun üçün də R az olan 3, omegası böyük olacaq. Doğru cavab bəndə. Sual baxacam 49'a. S2'yə nüfuzluq daxil etsə nə baş verməlidir uşaqlar? S2 demişik ki, epsilon 0 S bölünsün deydim. Bura epsilon əlavə edəndə epsilon artacaq. Mən S2 artacaq. Əgər bir nəsə artırsa, demişik ümumi yük nəyə bərabərdir? S ümumi vurulsun o ümumiyə. Artıq S artacaqsa, bir nəsə artacaqsa, ümumi də S artmalıdır. S ümumi artığından uşaqlar, bu neyəcək artıq? Daha çox yük toplayacaq. Yəni Q da artacaq. Axı demişik kondensator tutumu qədər yük toplayır. Tutumu böyüdükcə toplayacağı yük də böyüməyə başlayacaq. Yük artdığını bildik. Burada bu 2'ye baxmaq olmaz. Çünki o 2'də həm Q dəyişib, həm S dəyişib. Baxacam o birimizə. O bir nəyə bərabərdir? Q böl S1'ə. Q artıb S1'ə heç nə olmadığından S1 dəyişməyib. Onda 1 artacaq.
U2 bəs nəyə bərabərdir? 2 böl S2-yə. Yəni normalda buna niyə baxmıram mən? Həm Q artıb, həm S artıbsa, bu haqda fikir bildirmək olmur. Belə normalda baxanda isə, bu 1 artdısa, axı cəmi sabit qalmalıdır. U2 yazılacaq. Bu 1 artar, U2 yazılır. Doğru cavab Y. Əgər müqavimət nəzərə alınmırsa, tam enerji sabit qalmalıdır. Potensial enerji artacaqsa, kinetik enerji nə qalacaq, azalacaq. Doğru cavab A bəndi. F-dən S altda qalan, X altda qalan fiqurun sahəsi görülən işi verməlidir. Fiqur trapesiyə oxşuyur. Böyük oturacaq gördüyümüz kimi bizdə 6-dır uşaqlar. Kiçik oturacaq bax bu yerdən 4-ə eləyəcək. Böl 2-yə vur hündürlüyümüzə 8-ə. Doğru cavab 40 olacaq. Demişəm təkcə mən rezistor uşaqlar. Təkcə rezistorda metal olduğuna görə R ilə T düz asılı olmalıdır. Qalanlarında isə hamısında R ilə T tərs asılı olmalıdır. Soyutsam T azaldığına görə R artacaq. Bu hansına aiddir? Qalanlarına aiddir çünki. R artacaqsa, doğru cavab C bənd olmalıdır. Atom modeli deyib, baxırım əvvəlcə mən nəyəm? Müsbətlərin sayı 1, 2, 3 dənədir. İyonlar, mənfilər 2 dənədir. Deməli, bu iyondur. Atom deyil artıq. Müsbətlərin sayı daha çox olduğundan bu adlanacaq müsbət iyon. Doğru cavab 1. Baxıram ki, 2 dənə mənfisi var deyə. Elektron sayı 2-yə bərabərdir. Protonların sayı isə 1, 2, 3 dənə müsbət var deyə 3-ə bərabərdir. Bu element litium elementidir. 3-ün 7-yə. Cavab 1, 3, 6 olacaq. 54-cü suala baxıram. Burada edilən ən böyük səhv uşaq deyilməliyim. T nəsə F12 verilib. F də artıq 1M deməli 12-dir. T onda 2M olacaq 24. Xeyr, bu səhvdir. Bunu yazmaq olmaz. Baxın, həmişə iplərin uşaqlara sonlara bərabərdir, yaxşımı? Əgər F bizdə 12-dirsə, 1M 12-dirsə, bu son fikir verirsən. Bu TX gərilmə qüvvəsi neçəyə mi qaldırıb? 2-yə mi? Onun üçün bu olacaq 24. Bu 24-dürsə, bu da neçə olmalıdır? 24. Baxıram, indi bu 24 neçəyə mi artıb? 3-yə mi? 24 3-yə mi artırsa, deməli 1M neçə olmalıdır? 8 olmalıdır əlbəttə ki. T də artıb 2-yə mi? T onda neçə olacaq? Fikir verirəm, 16. Davam edək. I 4 dəfə artıb əvvəlcəliyən 1 idi. 4 dəfə artıb oldu 4 idi. Bu zaman bəs qüvvə nə edəcək? 30 vayda artacaq. Əvvəl F idi. Sonra neçə oldu? F-nin 30-un cəmi. F demişəm ki, I B-dir. F-lə I-nin asılı düz asılı olduğuna görə F2 bölünsün F1 bərabərdir I2 bölü I1 yazmalıyam. F2 nəsə gördüyümüz üçün verilib. F-nin 30-un cəmi. F1 nəsə verilib 1F. I2 4-ə verilib. I1 isə 1-ə verilib. Getdi ixtisar 4 aldım. Çarpaz zor 4F nəyə bərabərdir? F-nin 30-un cəminə. 3F 30 olduğundan F neçə olmalıdır? 10. Bizdən də sualda başlanğıc qiymət soruşulub deyə cavab elə 10 olacaq. Deyə bizə verilib məftil uşaqlar. Məftildən asılan deyə cismin kütləsi də M-dir. Birinci halda məftilin uzunluğuna məsələn mən deyəcəm L0. Sahəsini isə S deyəcəm. Deyək ki, bunu ortadan qatlalamaq lazımdır. Bu qatlalanan zaman nə baş verəcək? Bizim uzunluğumuz 2 dəfə azalacaq. Amma sahəmiz 2 dəfə artacaq. Onda yazdım, uzunluğumuz 2 dəfə azalmış oldu. Sahəmiz 2 dəfə artmış oldu. Deyir, mən bundan indi hansı kütlə cisim asmalıyam ki, mütləq uzanma sabit qalsın. Demişəm, mütləq uzanma üçün düsturumuz F bərabər nə idi? S-yə və epsilon. Epsilon nisbi uzanma adlanacaq. Bizə isə mütləq uzanma lazımdır. Onun üçün bunu açıram. Delta L bölü S0 kimi. F-i də açıram MC kimi. Qısaca aldıq ki, MC bərabərdir. S-yə vurursan delta L bölü nəyə S0-a. J sabit kəmiyyətdir. Bunu qatlalayan zaman material dəyişməyəcək ki. Material dəyişmirsə, Y dəyişməz. Deyir, mütləq uzanma eyni olsun. Delta L sabit qaldı. Onda M nə olmuş oldu? S bölü S0'dır. M-lə baxıram, S düz asılıdır, L0 tərs asılıdır. S 2 dəfə artıb, L0 2 dəfə azalıb. Onda M nə edəcək? 4 dəfə artacaq. Əvvəl neçə olmuşdu? 8. 4 dəfə artıb neçə olacaq? 32.
Demişik ki, tezliyi nöyə bərabərdir? 1 bölü 2 pi kök altda LC-dir. Periyod T bəs nə idi? 2 pi kök altda LC-dir. L bəs nə idi? Mü 0. N üstü 2 S bölünsün balaca ilə. S-li daxil edən zaman gördüyümüz kimi mü artacaq. Mü artıqından L neyniyəcək? Mü dəfə artacaq. Yəni üçüncünün doğru cavabı Y bəndidir. Periyod L artanda mü dəfə, bəs T neyniyəcək? Kök altda mü dəfə artacaq. Çünki T ilə L kök altı asılıdır. İkinci sualın doğru cavabı C-dir. Tezliyi isə fikir verirsəm L-lə tərs asılıdır. L mü dəfə artanda nü neyniyəcək? Kök altda mü dəfə azalacaq. Yəni doğru cavab D bəndidir. Qaldı son 3 dənə sualımız. Bir dənə şey bilin ki, olar təkcə demişəm ki, sizə rezistorda R-lə T düz asılıdır. Qalanlarında isə R-lə T tərs asılıdır. Bu nə adlanmış demişik? Fotorezistor adlanacaq. Demişik, bu qalanlarına aiddir. Onda R-lə T tərs asılı olmalıdır. İşığı artırmaq, qızdırmaq deməkdir. Qızan zaman R azalacaq. R azaldığını bildik. Bu mənbə gördüyümüz kimi var. Onda biz nə yazmalıyıq üçün? Mənbə varsa epsilon böl R-lə kiçik yer qoymalıyıq. Epsilon ver sabitdir. R azaldığından I artacaq. Gərginliyi bizdən istəyir. Voltmetre. U bərabərdir artıq. Nə yazılmasın? Epsilon çıx yer. Çünki epsilon ver ancaq mənbədən asılıdır. Mənbə dəyişmir, dəyişməz. I artdığından o neyniyəcək yazılacaq. Doğru cavabı azalar, I artar. Baxıram digər sualımıza, 59-cu suala baxıram. Eyni isə verilib 10-5 amper gördüyümüz üçün verilib uşaqlar. Deyir, tap cihazın müqavimətini. R bizdən soruşulur. I bərabərdir epsilon bölünsün R plus kiçik yerdir uşaqlar. Eyni isə verilib 10-5. Epsilon bizə böyü 15 verilib. Böyü yer bilinmir. Kiçik yer isə daxili müqavimət 2 verilib. 10-5-i vuracam R plus 2-yə. Bərabərdir 15-ə. R-lə 2-nin cəmi olacaq 10. R deməli 8, yox 10 nə oldu? 130 olacaq. Düz yazdım. E-yə 15 verilib. Aha. I 10-5 verilib. Aha. R plus kiçik yerdə 2-dir də. 10-5 vurasın R plus 10-5 vurasın 2 oldu 1. Lap belə yazar da. 10-5 vurasın R plus 1 bərabərdir 15-ə. 10-5 R olacaq 14. R necə olacaq? 28. Bu oldu 28 uşaqlar. Qaldı nə? İntensivi dəyişəndən sonra deyir ki, tap voltmetrin göstərişi 13 volt olub. Bu bərabərdə 13 olub. Deyir, tap mənim üçün inin qiymətini. O demiş ki, nəyə bərabərdir? Həm də epsilon çıxılsın yer deyil bəyəm. Bu 13-dür. Epsilon bizə 15 verilib. Çünki bunlar dəyişmir heç vaxtda. I neçə olduğunu bilmirəm. R də 2-yə bərabərdir. I buradan biz aldıq ki, 1 imiş. Gəzəviz xeyrə, sağ olun.